Prezident İlham Əliyevin yeni sərəncamı ilə pensiyalar indeksləşdirilərək 9,3% artırılıb. Artımlar yanvar ayının 1-dən tətbiq olunur və ötən ayın artımları fevral ayının ödənişi ilə birlikdə veriləcək. Milli Azın əldə etdiyi məlumata görə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yanvar ayı üzrə pensiyaların veriləcəyi tarix məlum olub. Pensiyalar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə fevral ayının 13-də ödəniləcək. Daha sonra isə qrafika uyğun olaraq Respublikamızın digər bölgələri üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək. Qeyd edək ki, pensiyaların indeksləşdirilərək artırılması bütün pensiyaçılara, yəni 1,1 milyon pensiyaçıya şamil olunur və bu artımlar üçün illik əlavə 640 milyon manat vəsait ayrılıb. Dövlət başçısının sərəncamı ilə sığorta olunanların fərdi hesablarında 2026-cı il yanvarın 1-nədək qeydə alınmış pensiya kapitalları da istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq 5,6% indeksləşdirilərək artırılıb.